Herkese salam. Kanalıma ve videoma hoş gelmişsiniz. Bu benim ilk vlogumdur ve bugün size Bakı Dövlət Universitetində tələbə olaraq bir günümü göstərəcəyəm. Səhər metro ilə universitetə gəlirəm. Gördüyünüz kimi stansiyada həmişəki kimi çox adam var. Və budur, artıq universitetdəyəm. Ölkənin ən nüfuzlu universiteti. Kartı, turniketi göstərirəm və içəri daxil oluram. Lifti gözləyirik. Liftin içi çox boşdur. Həqiqətən şoka düşdüm. İlk dəfə də belə görürəm. Sonra dərsə gedirəm. Və budur mənim fakültəm şərqşünaslıq. İlk dərsimiz Yaponiya tarixi, müəllimimiz isə Atamoğlan müəllimdir. Qrup yoldaşlarım Zəhra və Nüşabə və dərs prosesi. Burada isə əllərim yorulur deyirəm. Bu moment telefonum yerə düşür. Sonra isə telefonu götürürük və budur. Tənəffüsdə qızların çəkilişi ilə rastlaşıram və onlarla tanış oluruq. Məlum olur ki, layihə hazırlayırlar. Sonra isə Yapon dili dərsimiz başlayır və müəllimimiz Elladır müəllimə, qrup yoldaşlarımla dərs prosesi yenə. Burada biz Azərbaycan tarixində seminardayıq. Ona görə çox çəkə bilmirəm. Bu isə Qəmbər və Fərid, patok yoldaşlarımız. Yenə biz, Zəhra və mən. Və Yapon dili dərsim başlayır Səcubdəfə Maki Sensei müəlliməmizlə. Bu isə fakültə yoldaşım Selcandır. Koridordan keçirik və anılarımız. Burada isə Seli, İsa müəllimi işarətləyərək Fav müəllimimizdir deyə səslənir. Uşaqlar yaman söhbətə tutub, başı qarışıqdır, heç videoya baxmır. Yenə Seli. Tarix müəllimlərimiz bir arada. Sonra isə Xıccaq, yəni ingilis dili dərsimiz başlayır. Müəllimimiz isə Nuranə müəllimədir. Dərs zamanı bloklar çəkirik. Bu zaman Həbib nəsə eləyir və müəllim onu da anlayaraq qarşıya keçirdir. Bu isə kollektiv olaraq daha öncə keçirdiyimiz müəlliməyə kiçik doğum günü sürprizi idi. Burada da danlanmış balalar kadrı var gördüyünüz kimi. Sonra universitetimizin ən gözəl güşələrindən olan əsas korpusun akt zalından keçid edirik. Bu səhnə arxası istedadlı tələbələrdən olan çıxışlardan biri. Sonra isə mən Pazakaglia əsərini yenicə öyrəndiyimi ifa etməyə çalışıram. Bu isə dostumuz Eltac və patok yoldaşım Uzara. Birlikdə uşaqlarla vaxt keçirməyə gedirik parkda. Tələbə məkanı. Sonra biz selfie çəkdiririk. Bunlar isə Nihat və Murad dostudur, Fav doğumuzdur. Bizdən baxıb selfie çəkdirirlər. Zara ilə bərabər seminara düşəcək olan mövzuları təkrarlayırıq. Uşaqlarla sağollaşdıqdan sonra budovların vazgeçilməz 19-19 kafesi. İslak kek, həmin o məşhur. Sonra çayımız da gəlir. Və anidən kiminsə ad günü olduğu üçün adəti üzrə bütün kafe qeyd edir. Burada isə yenə mən. Və yollanırıq retro gecəsi. Beynəlxalq Münasibətlər Fakültəsinin hazırladığı tədbirə. Detallar və ardına da özünüz baxın. Ən yaxın rəfiqələrindən biri olan Finanın çıxışı budur. Tədbir də bitdiyinə görə artıq universitetdən çıxa bilərik.
Həmin günün axşamı kitabxanadan çıxarkən sinif yoldaşlarım Ələkbər və Kənanla rastlaşdım. Elə vlogumu da bu videoyla sonlandırmaq istədim. Videomu izlədiyiniz üçün təşəkkürlər. Sağ olun.